Hazırda Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsindəyik. Uzun müddətdir bu ərazidə davam edən təmir işləri həm piyadaların, həm nəqliyyatın hərəkətini çətinləşdirir. Sakinlər isə bu narahatlığın nə zaman aradan qalxacağını səbirsizliklə gözləyirlər. Artıq uzun müddətdir ki, təmir işləri gedir bu küçədə və təmir işlərinin belə uzanması bütün sahibkarların, bütün obyektlərin ziyana işləməyidir. Bir sahibkar kimi olar ki, bu yollar bərbad gündədir. Yəni, belə düzdür, gözəllikdir, qəşəngdir, amma ki, biz çətinlik çəkirik. Gedişimizə, gəlişimizə, qumlu, palçıqlı yollardır. Yəni, biraz əziyyət çəkirik. Burada əslində bir təxminən 3 ayda iş getmir. Yəni ki, tamam dayanıb. 3 ay bundan əvvəl biraz işlər gedirdi, müəyyən işlər gedirdi. 3 ayda tamamen dayanıb demək olar ki. Bəli, bildirə bilərik. Çox əziyyət çəkirik. Gediş-gəliş çətindir. Düzəltmirlər. Nə qədər vaxt, bir ildən çoxdur bu vəziyyətdir. Nə baxırsan ki, iş də getmir. Nə deyim valla, buna başqa. Aidiyyatı qurumlar maraqlansın. Koroğlu Həsən Əliyev prospekti istiqamətində həyata keçirilən işlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün dövlət proqramı çərçivəsində icra olunan iri yol infrastrukturu layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində uzunluğu təxminən 4 kilometr olan yeni avtomobil yolunun, həmçinin 4 tunelin və 3 yeraltı piyada keçidi inşası nəzərdə tutulub. İşlər təsdiq edilmiş layihə və tikinti qrafikinə uyğun mərhələli şəkildə həyata keçirilir. Hazırda ictimaiyyətin diqqətini çəkən ərazidə texniki fasilə verilib. Bu layihənin dayandırılması və ya icrasında hər hansı gecikmənin olması anlamına gəlmir. Belə iri infrastrukturu layihələrində tikinti prosesinin ayrı-ayrı sahələr üzrə mərhələli təşkili, texnoloji ardıcıllığın qorunması, mühəndis kommunikasiya xətlərinin köçürülməsi və digər texniki zərurətlər səbəbindən müəyyən hissələrdə müvəqqəti fasilələrin yaranması normal təcrübədir. Layihənin digər hissələrində tikinti quraşdırma işləri qrafikə uyğun şəkildə davam etdirilir və ümumi icra prosesində hər hansı yubanma yoxdur. Yaxın müddətdə qeyd olunan ərazidə də işlərin növbəti mərhələsinə başlanması nəzərdə tutulur. Bir daha bildiririk ki, layihə təsdiq olunmuş iş qrafikə uyğun icra edilir və nəzərdə tutulan müddətlər çərçivəsində davam etdirilir.